Salam aleykum əziz izləyicilər. Dünən bir dənə video çəkmişdim. Buranı təmizləyib demişdik ki, buranı təmizləyəcəyik. Sonra müştərinin istəyi ilə altına daş yunu, üstünə keçə çəkəcəyik. Bu otaq hələ daş yunu vurulmayıb. Amma bu bir otağa daş yunu vurmuşuq. Deməli belə, daş yunları vurulub. Düzdür. Üstündən də o dediyimiz keçələr çəkilib. Bu xüsusi keçələrdir. 2 milli qalınlığında keçələrdir. Bu səsə görədir. Səs izolyasiyasıdır. Yəni diktin üstündə gəzəndə dub-dub nağara kimi bumbuldamasın da. Yəni ona görədir. Düzdür, təcrübədə birinci dəfədir vururuq bunu. İndi effektini dikti vurandan sonra üstündə gəzəndə biləcəyik ki, yəni effekti nə olacaq da. İzləmədə qalın, növbəti işləri çəkib paylaşacağıq. Allah köməyiniz olsun.